Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı, Şahdağ Turizm İdman Mərkəzinin dəstəyi ilə xizək üzrə böyüklər və kiçiklər arasında Heydər Əliyev Kuboku təşkil olunur. 2 gün davam edəcək yarışda iştirakçılar slalom qiqam növü üzrə birincilikdə qüvvələrini sınayacaqlar. Yarış Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlayıb. Turnirin ilk günündə əvvəlcədən qeydiyyatdan keçən 6, 8, 9, 12 və 13, 17 yaş kateqoriyalarını əhatə edən 80-ə yaxın gənc xizək əvəzkarı qüvvəsini sınayır. Azərbaycanla yanaşı yarışda Almaniya, Böyük Britaniya, Kanada, Pakistan, Ukrayna, Fransa, Rusiyadan da xizəkçilər iştirak edir. 6-8 yaş kateqoriyasında qızlar arasında Nurlana Abdulova, oğlanların mübarizəsində isə Muron Anatçov birinci yerə layiq görülüb. 9-12 yaş kateqoriyasında qızlarda Zarina Vəliyeva birinci, Amina Əhmədova ikinci, Aylin Həsənzadə üçüncü olub. Oğlanlar arasında isə Mehdi Aktari birinci, Nadir Alışov ikinci, Seyid Nazırov üçüncü yeri tutub. Və nəhayət 13-17 yaş kateqoriyasında qızlar arasında Lyudmila Podgornaya birinci, Suyel Hacıbeyli ikinci, Məryəm Vəzirova üçüncü yerlər bölüşüblər. Oğlanlar arasında Amin Şıxov qalib olub. Yusuf Kiçilbekov ikinci, Nurəddin Nazırov üçüncü pillədə qərarlaşıb. Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova da yarışla bağlı fikirlərini bizimlə bölüşüb. Bu yarış artıq 4-cü ildir ki, biz Şahdağ Turizm Mərkəzində təşkil edirik. Heydər Əliyev Kubokunu artıq ənənəvi hal alıb bu yarış. Hər il olduğu kimi bu ildə həm snowboard idman növü üzrə, həm də ki, dağ xizək idman növü üzrə təşkil olunur. Ümumiyyətlə bu yarışların, bu cür yarışların həvəskarlar arasında təşkil olunması ilk öncə qış idman növlərinə marağın artırılması, bu idman növünün əhali arasında geniş yayılması üçün təşkil olunur və biz ildən ilə görürük ki, iştirakçıların sayı artır və yerli əhali ilə yanaşı bura gələn xarici turistlər, xarici iştirakçılar da bu yarışa qatılır, yazılır. Turnirin yekununda qaliblər Şahdağ Turizm Mərkəzi və sponsorlar tərəfindən kubok və medallarla mükafatlandırılıb, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub. Xizək üzrə Heydər Əliyev Kuboku bu gün böyüklər arasında keçiriləcək yarışla başa çatacaq.